Salam dostlar, kanalıma xoş gəlmişsiniz. Bu dəfəki mövzumuz SAT və YÖS barədə olacaq. Bunların müqayisəsi. Hansı daha yaxşıdır, hansı daha asandır və ya hansı daha çətindir. Qeyd edeyim ki, valideynlər çox zaman bizdən soruşurlar ki, SAT-dən hazırlaşsın övladımı və ya şagird özü soruşur və yaxud da YÖS-dən. Çünki ikisi də bir-birinə nisbətən yaxındır, müəyyən fərqləri də var. SAT imtahanı beynəlxalq bir imtahandır və Bakıda da keçirilir. SAT imtahanına hazırlaşan tələbə riyaziyyat və ingilis dili iki hissədən ibarət olan bir imtahan vermiş olur və o imtahana görə də müxtəlif nəticələr əldə edə bilir. Minimal keçid balı çox universitetlərdə 1000-1100 SAT balı arasında dəyişir. Tibbə qəbul olmaq istəyən tələbələr 1400-1450 bal SAT balı toplamalıdırlar. Ondan yuxarı. YÖS-də isə bildiyiniz kimi bu haqda bir neçə videomuz var. Məntiq, riyaziyyat və həndəsədən ibarət olan proqramdır və burada da yenə də riyaziyyat üstünlüyü təşkil edir. Riyaziyyatdan hazırlaşmaq lazımdır və imtahan vermək lazımdır. SAT-nin müəyyən çətinliyi ondan ibarətdir ki, tələbə əgər SAT-dən hazırlaşmaq istəyirsə, mütləq ingilis dili bazısı yaxşı olmalıdır. Yəni, SAT-dən hazırlaşmaq üçün ingilis dili səviyyəsi intermediate-dən yuxarı olmalıdır ki, SAT-yə hazırlaşa bilsin. Çünki dərslər orada ingilis dilində olur və kifayət qədər çətindir. YÖS-də isə bu yoxdur. Əgər sizin övladınız, məsələn, 9-cu sinifdə oxuyursa və siz övladınızın Türkiyədə təhsil almasını istəyirsinizsə, təkcə Türkiyə deməyəlim, məsələn, Avropa ölkələrində, Amerikada təhsil almağını istəyirsinizsə, SAT-dən hazırlaşdıra bilərsiniz. Amma bir məsələ var ki, SAT-dən hazırlaşdıran zaman tələbənin bazası güclü olmalıdır, ingilis dili bazası ki, tələbə artıq 9-cu sinifdən, 10-cu sinifdən ingilis dilini təkmilləşdirib, sonra SAT-yə hazırlaşa bilər. YÖS-də isə buna ehtiyac yoxdur. Tələbə 10-cu sinifdən hazırlaşıb, YÖS-dən hazırlaşıb, ingilis dili ehtiyac yoxdur, türk dilinə də ehtiyac yoxdur. Bildiyimiz kimi, yəni YÖS-də riyaziyyat olduğu üçün, yəni Azərbaycanca, rus dilində istənilən dillərdən bunu hazırlaşmaq mümkündür. Əlbəttə ki, türk dili bilimi üstünlüdür, çünki bəzi orada suallar, terminologiya türk dilində olur. Onu izah etmək üçün müəyyən dil bilib ehtiyac var. Amma fundamental şəkildə türk dilini dərinliyinə bilməyə ehtiyac yoxdur, çünki türk dilinə bağlı sual düşünür. Və tələbə bundan ikisindən birini seçim edə bilər. Mən belə düşünürəm ki, Türkiyədə təhsil almaq üçün əgər siz, belə deyək də, Britaniya məktəbində və yaxud hansı bir ingilis dilli məktəbdə oxumamısınızsa və ingilis dili bilginiz zəifdirsə, daha yaxşı olar ki, YÖS-dən hazırlaşsın. Çünki YÖS-dən bir neçə universitetin imtahanını verə bilər və universitet qəbul olma şansı nisbətən daha yüksəkdir. SAT-nin üstünlüyü ondan ibarətdir ki, SAT-nin tələbə 10-cu sinifdə, 11-ci sinifdə verə bilər. Düzdür, YÖS-də də elə bir üstünlüyü var, amma məsələ budur ki, YÖS-də cəmi bir neçə universitetin imtahan nəticələri 2 il keçərlidir. Amma SAT-dən tələbə, deyəlim ki, 10-cu sinif dekabrda imtahan verirsə, səhv etmirəmsə dekabrda olur imtahan, SAT dekabrda imtahan verirsə və 1250-1300 SAT toplayarsa, onun artıq mayda imtahan verməsinə ehtiyac yoxdur. Və tələbə rahat şəkildə öz məktəb dərslərini oxuyub, atistatını ala bilər. Bu prosedurda da qəbul məsələlərini həll etmək olar. Bu baxımdan da SAT müəyyən üstünlüklər qazanır. Amma mənfi cəhətini də deməliyəm ki, təəssüflər olsun ki, artıq bu xəbərlərdə də bir neçə dəfə səslənib, saxta SAT nəticələri ilə tələbələrin müraciəti, saxta belə deyək də, cavabların paylanılması, müəyyən qiymətə belə deyək, satılması halları müşahidə olunur. Bunun qarşısını almaq təəssüf ki, hələ ki mümkün olmayıb, çünki artıq bir 3-4 ildir ki, belə hadisələrlə üzləşirik, yəni bu hadisələri eşidirik və insanlar elə düşünür ki, saxta SAT almaqla prestijli universitetlərdə təhsil almaq şansı qazanacaqlar. Bu elə deyil. Nəzərə alın ki, Türkiyədə və istənilən Avropa ölkəsində tələbə əgər SAT-ni verirsə və saxta SAT hər hansı bir yolla keçibsə, belə sistemdən keçə bilirsinizsə, sizin orada dərs qiymətlərinizi nəzərə alınır və əgər orada görsələr ki, siz tutaq ki, çox zəif tələbəsiz, amma SAT-iniz 1400-dürsə, bunu nəzərə alıb əlavə yoxlama təşkil edə bilərlər. Belə bir hüquqları var. Bundan əlavə, onu da nəzərə alın ki, saxta SAT o qədər çox vüsət alıb ki, Azərbaycanda hər il, demək olar ki, ildə 3 dəfə səhv etmirəmsə imtahan keçirilir və hər imtahanda 1 və ya 2 imtahan ləğv olunur. Müxtəlif SAT mərkəzlərinin keçirdiyi imtahanlardır. Və bunu da mütləq diqqətdən keçirmək lazımdır. Məndə olan məlumata görə sadəcə tələbə qəbul komissiyasının keçirdiyi SAT imtahanında belə hal müşahidə olunmuyor, amma digər mərkəzlərin keçirdiyi imtahanlarda belə problemlər olub. Və bunu ölkə gündəmdə çox qabardılıb, mətbuatda da yazılıb, amma təəssüf ki, nəticə yoxdur. YÖS-də belə bir hal
yoxdur. Çünki imtahanlar birbaşa olaraq universitetin özü tərəfindən keçirilir və universitet özü məsuliyyət daşıyır bu imtahandan. Əlbəttə ki, saxtakarlıq hər yerdə var və YÖS-də də bizdə olan məlumata görə bəzi hallarda saxtakarlıqlar olur. Amma ümumi götürəndə YÖS nisbətən daha şəffafdır və daha rahat keçirilir. Halbuki indiyə qədər təsəvvür edir ki, bəzi hallarda SAT ilə bağlı bir çox tələbə gedib xaricdə imtahan verir, Gürcüstanda, Türkiyədə ki, saxtakarlardan qorunsunlar. Yəni, bunun siz uşağın övladınızın təhsilini düşünürsünüzsə, bu iki variantı, bu iki faktoru nəzərə almalısınız ki, bu iki faktor çox rol oynayır tələbə. Təsəvvür edin ki, tələbə hazırlaşsa, öz halal SAT bir balını alsa da belə, sonda SAT mərkəzi, yəni Amerikadakı SAT mərkəzi bu balı ləğv edə bilər. Yəni, belə hallar müşahidə oluna bilər. Bu qədər. Növbəti bir video blogumuzda görüşənə dək səhifəmizi bəyənməyi, şərh yazmağı unutmayın, kanalımıza abunə olmağı unutmayın. Hər hansı bir sualınız olarsa şərh bölməsində yaza bilərsiniz. Videomuzu paylaşarsanız çox sevinərəm. Təşəkkür edirəm, uğurlar.